Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Ey özündən bixəbər, qafil, oyan. Hakka gəl ki, hak deyil, batil, oyan. Olma fani aləmə mail, oyan. Mərifətdən nəsnə qıl, hasil, oyan. Siz əziz dinləyicilərə, əziz yoldaşlara, dəyərli sırdaşlara salam ərz edirəm. Sizə hər yanda sağlıq arzulayıram. Bizə qoşulduğunuz üçün sizdən dərin minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, biz Türkünə İslamın, müasirliyin nə ilgisi vardı, o konuda biz danışırıq. O əsasda milli fəlsəfədən, milli hikmətdən, milli irfandan, milli elmlikdən, Təbriz məktəbindən, milli məktəbindən biz sizinlə danışırıq. Demək olar ki, getdikcə biz yaxınlaşırıq buna ki, milli məktəbdən də söhbət açaq. Məktəb nə deməkdir? Məktəb o diqqəti, heyrəti niruların bir yerə yığışmasıdır. Diqqəti nirulardan, yəni o elmləri ki, dəqiqə elmlərə baxırlar. Məsələn, riyazı ulum-i dəqiqədən sayılır. Heyrətlər onlardılar ki, diqqəti elmlərin içində olmurlar. İrfandır, demək olar, ədəbiyyatdır, bu sahələrdədirlər. Demək olar, bu nirular, bu güclər bir yerə yığışanda bir məktəbi neynirlər, törəldirlər və düzəldirlər. O əsasda biz deməliyik ki, məktəbin içində milli fəlsəfə var, milli hikmət var, milli əxlaq var, milli İslam var, milli irfan var, milli hünər var. Bunların hamısı yığışanda bir yerdə demək olar olur milli məktəb. Biz milli məktəbdən məqsəd Təbriz məktəbidir. Ki, Telegramda hər gün bu sahələrdə mətləb qoyuruq, sizdən rica edirəm ki, onları Telegramda da izləyəsiniz. Amma biz istəyirik bir ayrı bir konuda da məsələni aparaq qabağa. O da milli İslamdan danışmaqdır. Onu geniş siz bizim YouTube'da səs qoyacaq. O səsləri oradan siz nə edə bilərsiniz, izləyə bilərsiniz. Əzizlər, biz bir müsəlman türk ailəsində böyümüşük. İslama bir dənə inanc kimi baxmışıq. Dədə-babalarımızın da içində həmişə belə məsələ olub ki, 12 imama yalvarınca təkcə Allaha yalvarcınla. Yəni, türkün məfkurəsində və əqlaniyyətində dinə yanaşmaq belədir ki, bir vasitəsiz, bir feyzisiz bir dinə inanır. Yəni, istəyir ki, təkcə o vəhdaniyyətlə neynəsin, ilgini qursun. Ona görə Qur'ana inanır. Qur'an ki, bir kutsal kitab olaraq Allahın təhliğinə, birliyinə inanır. Qeyb aləminə inanır. Həzrəti Muhammədin bir doğru, düzgün, yalavac olmasına, elçi olmasına Allah tərəfindən ona inanır. Qur'anın təhrifinə heç zaman yol vermir. Belə bir düşüncədən bir güclü bir iman alır ki, biz bunu, bu İslama İslam-ı milli deyirik. İslam-ı milli nə deməkdir? İslam-ı milli o İslamdır ki, bir millətin hoviyyəti süzgəclərindən keçir. Yəni, hoviyyətin bacasından oradan neyniyir, keçir. Hoviyyətin müəllifələri o İslamı neyniyirlər, arınladırlar və bizə bir dənə milli İslam verirlər. Bizim də söhbətlərdən məqsəd İslamdan türkü İslamdır. Yəni, türkün məfkurəsində və əqlaniyyətdə İslama necə baxmaq olar?
nə cür baxmaq olar? Heç zaman biz dana bilmənik ki, İslamın içində çoxlu firqələr vardılar. Ümumiyyətlə aşırı firqələr də vardılar. Bunlar elə sünnilərin də içində var, şiələrin də içində vardır. Amma biz getdikcə istəyirik bunu açıqlayaq ki, bu milli İslamın qabağında bir dənə İslam-ı şuubi də əyləşibdir. İslam-ı şuubi, yəni şubiyyə məktəbinin bir qaynağından olaraq. Şubiyyə o zaman düzəlir ki, yəni İslam ki gəlir demək olar bu coğrafiyaya, orada bir para əhlül furs və faslar gəlirlər Qur'andan bir ayə götürürlər. İnna cəlnakum şuuban və qəbailə litəarəfu inna əkrəməkum indəllə ətqakum. Ayə buydu. Yəni biz sizləri şəb, qəbilə qoyduq ki, siz neyniyəsiz? Bir-birinizi tanıyasınız və Allaha ən yaxın təqvalı insanlardılar. Bu demək olar şuubiyyənin dini qaynaqları sayılır. Amma o zaman İsfahanda və Xorasanda yəhudilər də var idilər. Yəhudilərin bütün istəkləri bu idi ki, İslam yəhudiyyətin içindən qalxsın. Amma oradan qalxmır. Oradan qalxmır, ona görə gəlirlər İslamın qabağında, bunlar dayanırlar. Çalışırlar ki, bir dənə yeni bir din yaratsınlar. Gəlirlər təfsirdə, hədisdə, hamısında bunlar giriş eləyirlər. Ona görə şuubiyyənin bir qanatı oliqarşiya yəhudidir, yəni yəhudinin o güclü ailələridirlər. Bir qanatı zərsalarani parsidirlər, yəni əhlül fursun o pullu ailələrdirlər ki, ümumiyyətlə Hindidən köçüb gəlirlər. Sonralıqda ki, şubiyyə getdikcə o dövrələri keçidir. Şubiyyə klasik, şubiyyə neoklasik, şubiyyə modern, şubiyyə pəsamodern bu dövrələri keçdikcə şubiyyə də neynir özünü demək olar o yeni tekniklərlə, yeni elmlərlə, yeni fəlsəfələrlə dizbədiz, ayaq aparır qabağa. Gəlir milli məsihiyyətlə, qərbin yeni fəlsəfəsi ilə orada da barışır. Üçüncü qanatı da oradan alır. Yəni şubiyyənin demək olar üç qanatı olur. Amma bu üç qanatın bir dənə bir təslis də yaraldır qabaqda. O təslis də ibarətdir bundan ki, anti-ərəb, anti-türk, anti-islam. Yəni biz hər yanda, hər düşüncəyi ki görsək ki, orada eyni halda həm İslama, həm türkə, həm ərəbə hücum gedir və həmlə aparırlar və istəmirlər onun məfkurələrindən eşidələr, biz bilməliyik ki, orada şubiyyənin huzuru vardır. Tamamilə orada nədir? Hazırdır. Şubiyyə tarix boyu kitab cəl eləyibdir, adamlar cəl eləyiblər, ümumiyyətlə bunlar terrora əl vurublar. Həsən-i Səbbah bir dənə şubiyyənin böyük liderlərindən olubdur ki, o zaman bunlar çoxlu fədailər vardı. İsmailiyyəni qurdular, yaratdılar. Çoxlu hakimiyyətdə adamları gəldilər, terror eləydilər. Ona görə milli İslamın ya türkü İslamın qabağında şubi İslam demək olar əyləşir. Bu şubi İslam nə deməkdir və gerçək İslam nə ola biləcəkdir? İnşallah bizim o səs yazmaları faillərimizdə siz bunları YouTube'da, Telegram kanalımızda izləyəcəksiniz. Sağ olasınız, var olasınız.